Ay müştəri gəlir, evlərimizdən qalma dəyərli izləyir. Şəxsi ev istəyirdiniz, bu da bax şəxsi ev. Bir də ağaclara baxın, yay ab-havası, harda yerləşir evimiz? Maştağa qəsəbəsində dəyərli izləyicilər. Maştağa mallın arxasında Xəyal bazara, market, dükanlar, avtobus dayanacaq hər bir yerə yaxın 3 sotun içində gir yaşa ev dəyərli izləyir. Evin arxasına hər iki tərəfdən yerimiz var. Gördüyünüz kimi paket kupçadır. Ağaclardakı gül kimi nə cür ağac istəyirsiniz var, nar, alma, armud, üzüm, daha nə istəyirsiniz, püstə, nə istəyirsiniz, yəni var. Gir, yaşa, ev dəyərli izləyicilər. Bir də o bir tərəfdən ağacları göstərin, meyvə ağaclarını. Görürsünüz, bax, qoz ağacı, armud ağacı, nə istəyirsiniz, yəni var. Gir, yaşa, evdir. Şəxsi tikilmiş evdir, dəyərli izləyicilər. Qiymət 95 min manatdır. Real alıcıya yaxşı bir endirimimiz də olacaq. Super. Girən evlə tanış olağın. Otaq sayı deməli dəyərli izləyicilər 3 otaqdan ibarətdir evimiz. Demək olar 4. Otaqlar elə bir böyükdür ki, yəni şəxsi tikili necə istəyirsiniz? Yəni belə olur da dəyərli izləyicilər. Bax, bu mətbəx. Böyük bir mətbəx dəyərli izləyicilər. Super vəziyyətdə. Bir də əsl bunun yataq otağına baxın dəyərli izləyicilər. Bu da bizim bir yataq otağı. Yataq otağı elə bir ki, zaldır. Kondisioner üçün də var, burada yer qoyulub. Gördüyünüz kimi dəyərli izləyicilər. Hələ bax, bu da bizim zalımız. Zalda bax, stadion, dəyərli izləyicilər, evlər sökülüb, Sabunçu rayonu, Maştağa qəsəbəsi, reşotkalarımız da hamısı öz yerində dəyərli izləyicilər. Tavallıqda sökülüb evlər, zəng gəlirlər bizə ki, biz şəxsi ev istəyirik, şəxsi ev, bu da şəxsi ev tapdım da sizin nə istəyirsiniz? Gəlin alın. 95 bin manata, yəni bu cür ev siz tapa bilmərsiniz dəyərli izləyicilər. Hələ endirim də olacaq, o yüzden yaxşı bir endirim olacaq ha. Ana yolu da yaxın, Xəyal marketdir, Maştağa moldur, hamısı evə yaxındır. Bu qiymətin içində, bu qiymətin içində sizə kombi də hədiyyə eləyərik dəyərli, amma bu qiymətin içində 95 min içində həyətdəki 3 sotdan ibarətdir, 3 otaqdan ibarətdir. 95 bin manat paket qurdu. Sağ olun, salamat qalın.